Yenə də uşaqlarımızın virtual dünyanın içində itib getməsi məsələsi. Planşet uşağın dostu, kompüter isə oyun meydanına çevrilir. Valideyn isə düşünür, bunu necə dayandırım? Necə edim ki, uşağım yenidən real həyata qayıtsın? Hörmətli valideyn, bu tək sizin yox, bütün valideynlərin problemidir. TİMMİT bu problemi müharibə ilə yox, alternativlərlə həll edir. Biz uşaqları ekrandan zorla ayırmırıq. Biz onlara daha maraqlısını təqdim edirik. Sensor motor oyunlar, yaradıcı incəsənət məşqləri, Lego mühəndisliyi, teatr səhnəcikləri, hərəkətli idman proqramları, sosial oyun qrupları, təbiətlə bağlı fəaliyyətlər və s. Uşaq real əyləncəni gördükdə ekran artıq cazibəsini itirmiş olur. Övladlarınızın enerjisini ekranda yox, həyatda görmək istəyirsinizsə, TİMMİT Uşaq İnkişaf Mərkəzinə qoşulun. Telefonu deyil, yaradıcılığı seçin. Planşeti deyil, dostları seçin. Qeydiyyat açıqdır. Buyurun, müraciət edə bilərsiniz.